Sabah xeyirli olsun değerli izleyicilerimiz. Bugün Mart'ın 12'sidir. Beynəlxalq Maliyyə Birjasında biz Qızıldan önce tabii ki gündemde olan neftin qalxmasıdır. Yəni bildiyiniz kimi biz geçen haftalarda, geçen günde nəzər çatdırdıq ki, neftin 120'den 81'e enməsi bu fırtına qabağı bir aldadıcı bir hərəkət idi və bugün səhər saatlarında yenidən 101'e qalxdı. Və biz satış əməliyyatları haqqında da məlumatlar verdik və nöqtələri də Telegram siqnal kanalında verdik. Hansı nöqtələrə qədər enəcək. Dünən neftə biz alış əməliyyatlarımızı 93.25'də təyin elədik. Yəni dünənki videoya baxa bilərsiniz və 93.25'dən 101'ə qədər, 101'ə qədər qalxması bu mükəmməl bir nəticədir. Yəni bugün nələr baş verəcək? Bugün yenidən qalxacaqmı, yoxsa qalxmayacaqmı sualına gəldisə isə təbii ki 102'dən yuxarı formalaşsa yenidən alış əməliyyatları olacaq. Amma satış əməliyyatları təbii ki müharibə davam etsə qiymətin 130, 150, 180 dolara qədər, hətta 200 dolara qədər yaxınlaşması heç də uzaqda deyildir. Yəni satış əməliyyatları biz siqnal kanalında paylaşdıq. Yəni satış əməliyyatları gap-dən açıldı. Gap boşluğuna, yəni bu boşluğu doldurmağa çalışacaq bugün. Amma ümumi istiqamət hələ ki yuxarıdır. Keçək biz Qızılda dünən 2 siqnal kanalında siqnal paylaşdıq. Onlardan biri 5185'lərdir və 75 take bloqları. Növbəti isə xəbərdən sonra biz 5173'ləri nəzərdə tutduq və dünən qeyd etdik ki, qiymətin aşağı enməsi 85'dən 75'ə qədər, amma aşağıdakı hədəfi 5150'lərdir. Təbii ki, həmin nöqtəyə qədər endi. Bugün səhər saatlarında yenidən biz 5145'lərdən satış əməliyyatlarını icra etdik. Həm siqnal kanalında, eləcə bizim izləyicilər üçün Instagram kanalında da dərc etdik. Təbii ki, 45'dən 35'ə qədər enişi müəyyən etdik, dərc etdik və yazdıq. Hazırki vəziyyətə qədər sizinlə danışıram, yəni 37'yə qədər, yəni 2 dollarda ensə, bəlkə də biz burada danışırıq, bəlkə də həmin 35'i vurub, yəni 2 dollar ensə, birinci take profitimiz uğurla nəticələnəcək. Ümumi olaraq eniş, qızıl üçün eniş, yəni hara qədər enə bilər? Bir nöqtə çox istəyirəm 5125'lərə qədər, yəni bu dönüş nöqtəsidir. Yəni 25'lər deyil, 20'lər də ola bilər. Dönüş nöqtəsi təbii ki, bundan aşağı formalaşsa sürətli enişlər var. Siqnal kanalında, ödənişli siqnal kanalında qızılın sürətli hansı nöqtələrinin enişi və hansı nöqtələrin qalxışı haqqında artıq ətraflı məlumat vermişik, dərc etmişik. Yəni siz də ödənişli Telegram kanalına, siqnal kanalına qoşulmaq istəyirsinizsə WhatsApp nömrəmizə yazın. Yəni burada aşağıda WhatsApp nömrəsi var. Həmin WhatsApp nömrəmizə yazın. Biz sizi həmin qrupa əlavə edək. Və bugün alış əməliyyatları 5156'dan gələcəkdir, amma əsas alışlarsa 5173-74'dən. Hələ ki aşağıdan daha tez zamanda alış əməliyyatları gələcək. Gümüşə gəldikdə isə gümüşdə alışlar 85.400'lər, satışlar isə 84-100'lərdir. Bitcoin'də dünən biz dönüş nöqtəsini demişdik, hardan dönəcək 69 və 68-800'lər, 68-9'lar bu nöqtədən döndü və yuxarı doğru istiqaməti davam etdirdi. Bugün 69-100'dən satış əməliyyatları gələcək, 69-700'dən isə alış əməliyyatları gələcək. Euro dollarda alışlar 1.15 500'lərdə, funtun dolar rəqabətində alışlar isə 1.33-800'lərdə. Bugün yerli saatdan saat 16:30'da vacib xəbərlər var, amma saat 2'dən sonra mümkün qədər bazara girmək xəbərləri görürüz. Xəbərlərdən sonra biz siqnal kanalında buy stop, sell stoplardan yəni yerlərini təyin edirik və gözləyirik ki, qiymət hansı istiqamətdə hərəkət edir. Əgər qiymət yəni xəbər çıxandan sonra bir reaksiya verməsə, 5-10 dəqiqə reaksiya verməsə, 1 saatdan sonra mütləq reaksiya verir. Belə, inşallah görüşmək ümidi ilə sağ olun.